Kimsə show biznes deyilən ailəmə öz istedadı hesabına, kimsə maddi vəsaitin, daha kimlərsə hələ xalqa məlum olmayan müxtəlif cür yollarla gəlir. Onlar məşhurlaşmaq, varlanmaq və ulduz olmaq istəyirlər. Onlar məşhurlaşır da, kimisi əyalət, kimisi paytaxt, kimisi isə hətta ölkə miqyasında. Bəs görəsən onlar arasında əsl ulduz kimdir? Bəs bu ulduzlar arasında super olanı kimdir? Mənə görə show biznesdə super Aygün Kazımovadır. Azərbaycanda mənə görə super Aygün Kazımovadır. Çünki Azərbaycan show biznesinə özəlliyi, özünə məxsusluğu, açıq-saçıqlığı, qeyri-adiliyi elə məhz Aygün Kazımova gətirir. Sənətdə həm göstərdiyi performanslara görə, həm ifa elədiyi mahnılara görə, mahnı seçimlərinə görə, ümumi götürəndə bu illər ərzində sənətə başlayandan bugünə qədər elədiyi, o çəkdiyi əziyyətlərə görə, bəli, məncə Aygün Kazımova superdir. Mən çox xoşlayıram, çox bəyənirəm, axır vaxtlar dinləyirəm. Kişi müğənnilərin arasında Mir Yusifi, onun proyektləri, onun mahnıları, onun ümumiyyətlə gördüyü işlər mənim çox zövqümə oxşayır, çox bəyənirəm. Toylar kralı Səməd Səmədov olar da. Çünki toy deyəndə birinci növbədə mənim nədənsə yadıma həmişə Səməd Səmədov düşür. Bir neçə nəfərin də adını çəkə bilərəm, amma əgər bunlar arasında seçim eləməli olaramsa, Abbas Bağırov, şəxsən mənim toyum olsa istəyərəm ki, Abbas Bağırov aparsın. Çox xoşum gəlir Elnurdan, Elnur Məmmədovdan. Onun toy aparmağı ilə elə bir, nə qədər görmüşəm onun çıxışlarını, elə toy olmayıb ki, o oxusun və hamı yerində otursun. Bugünkü buraxılışımızın qəhrəmanları iki yaraşıqlı gəncdir. Hər ikisi kliplərində seks simvol obrazını yaratmağa çalışan, hər zaman güləriz olan və qalmaqallardan uzaq gəzən növcavandır. Bir tərəfdə şəhərlər haqqında oxuyan Xəyyam Nisanov, digər tərəfdə gözəlliyə heyran olan Zamiq Hüseynov. Xəyyam Nisanov, Zamiq Hüseynova qarşı bərk gedən kimdir? Mənə görə bərk gedən Zamiqdir. Zamiq xod gedir. Zamiqin yadda qalan işləri çox olub. Mən onları da hətta sadalaya bilərəm. O uğurlu başlanğıc elədi. Onu hələ mən toyxanadan tanıyıram. Toyxanada Brilliant xanımla bərabər çalışdığı vaxtlardan tanıyıram. Hər şey yaxşı idi, klip də yaxşı idi, mahnı da tutdu, Zamiqi də tanıdılar ümumiyyətlə və bu dövrdə Zamiqlə çox yaxşı komanda çalışırdı. SS Production onu irəli çəkirdi. Brilliant xanım onun haqqında tez-tez danışırdı. Kliplərinin, mahnılarının sayına görə, efirdə daha çox görünməyinə görə, amma ki deyərdim ki, hərəsinin də öz sevəni var. Xəyyamın boyu 175, Zamiqin isə 173 cm-dir. Zamiqin sevdiyi yemək pomidor yumurta çığırtmasıdır. Xəyyam isə qurman olduğundan bütün növ təyamları yeyir. Zamiq futbol oynamağı, kişi saç düzümlərinə fason verməyi, Xəyyam isə kibrit qutularını kolleksiya etməyi sevir. Mənə elə gəlir ki, Zamiq qalib olar. Xəyyam döyər yəqin ki. Birinci dəfə sözünüzü, mən bir jurnalist kimi birinci dəfə Zamiqi heç səhnədə deyildim. O, Brilliant xanımla toylarda çıxış edirdi və mən onu Brilliant xanımın yanında birinci dəfə görmüşəm. Xəyyamsa mənə elə gəlir ki, Zamiqdən bir qədər geridə qalır. Ona görə bərk gedən Zamiqdir. Nisanov Xəyyam Semyonoğlu 1984-cü il oktyabrın 21-də Bakıda doğulub. Milliyyətcə Yahudidir. Atası musiqiçi, anası isə evdar xanımdır. Ailədə iki bacının bir qardaşıdır. Hüseynov Zamiq Əskəroğlu 1983-cü il sentyabrın 12-si Füzuli şəhərində doğulub. Evin ilki olan Zamiqin bir qardaşı və bir bacısı var. Hər iki müğənni məktəblərində musiqi təhsili alıblar. Maraqlı təsadüf. Həm Xəyyam, həm də Zamiq məhz nağara dərsləri alıblar. Hər ikisi mahir nağara ifaçılarıdır. Deyir, adamın yerə baxanı, suyun lalaxanı. Xəyyam da elə görsənir, amma elə deyil. Zamiqdə tənbəllik var, istəməzdim olsun. Bizim estradada kişi müğənniləri əksəriyyəti belə geyimdə, səhnə imicində çox belə zerjını deyirlər də, rus dilində elə bir sözlər var. Bu baxımdan çox fərqləndirirdi və bu cəhət bunu digər çox müğənnilərdən fərqləndirir, yaxşı mənada. Xəyyam yaxşı toy aparır, yəni kütləni ələ ala bilir. İlk musiqi təhsili və ilk xal hesab 1-1.
Hələ uşaq ikən Xəyyam Rusiya Dövlət Televiziya kanalında təşkil olunan Sübh Ulduzu uşaq müsabiqəsində nağara ifaçısı kimi iştirak edib. Xəyyam haqqında onu deyə bilərəm ki, Xəyyamın yenilikləri az olur. Məsəl üçün, albom buraxılışı, mən elə gəlir ki, bir dənə albomun mən şahidi olmuşam. Mahnılarını da nadir hallarda eşidirik, həm istər efirdə, həm radiolarda. Sənət baxımından götürəndə Xəyyamı ümumilikdə yaxşıdır, amma tək səs baxımından Zamiq Xəyyamdan güclüdür. Bu dövrdə gördüyü işə görə Zamiq Xəyyamdan, həm gördüyü işə görə, hər çox parametrlərə görə götürsək, Zamiq Xəyyamdan çox üstün. Mənə elə gəlir ki, Zamiq Hüseynov qalib olacaq. Çünki onun həm təcrübəsi, həm yeni layihələr üzərində mütəmadi olaraq çalışması, öz üzərində işləməsi, hər dəfə yeniliklərə imza atması bunu ispat eləyir. Zamiqin uşaqlıq illərindən isə belə xatirəsi yoxdur. Hesab 2-1. Erməni qəsbkarlarının Azərbaycan torpaqlarını zəbt etməyinin nəticəsi olaraq Zamiq 1992-ci ildə ailəsi ilə Füzulidən Bakıya köçür. Orta məktəbi paytaxtda bitirən Zamiq Asəf Zeynallı adına musiqi kollecinə daxil olaraq oranın xanəndəlik fakültəsində Zabit Nəbizadənin sinifində təhsil alır. Xəyyam isə əvvəlcə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmiş, daha sonra Moskvada Ginesinlər adına Musiqi Akademiyasının Estrada Caz fakültəsində təhsil almışdır. Hardasa təsadüfən onların ikisini bir yerdə heç vaxt görməmişəm. Yəqin ki, yola getmirlər. Bilirəm ki, heç biri konfliktli insan deyirlər. Heç biri, nə Zamiq, nə də Xəyyam. Mənə elə gəlir ki, onların arasında dostluq münasibəti ola bilər. Xarici görünüşdə zövqümdə deyil, amma ki, yəni Xəyyamın daxili cəhətlərini çox bəyənirəm. Xəyyamla bir neçə tədbirdə rastlaşmışam. Sadə, güləriz, mülayim münasibəti var. Gələcəkdə kimdənsə ailə həyatı qursa, yəni həmin xanımı xoşbəxt edəcək bir bəydir. Zamiqdə çoxları onu loğa kimi tanıyırlar, amma o heç çox da özündən razı loğa oğlan deyil. Ali musiqi təhsilinə yiyələndiyi üçün Xəyyam daha bir xal əldə edir. Hesab 3-1. Hələ 16 yaşında ikən Xəyyam ilk Quba adlı mahnısını lentə almış və elə bu mahnıyaca ilk klipini çəkdirmişdi. Zamiqin ilk klipi isə Uçluq adlanan ilk çıxış mahnısına 2005-ci ildə çəkiləcək. Zamiqin xasiyyətinə bələdəm demək olar ki, həm zarafatçıldır, həm sözünü danışmağın yerini biləndir, öz yerini biləndir, böyük hörmətini saxlayandır. Bu keyfiyyətlərə görə mən ona hörmətlə yanarım. Zamiqin biraz özünü ciddi aparır. Yəni o demək deyil ki, Xəyyam biraz qeyri-ciddidir, amma ki Zamiqə qarşı simpatiyam var. Xəyyam çox şən, çox zarafatçıl, belə rus dilində deyirlər, svoyski bir oğlandır. Mənim Zamiqin stilinə də böyük hörmətim var. Özünü aparmağına, geyimlərini düzgün seçir, maraqlı seçim eləyir. Zamiq Xəyyamdan daha yaraşıqlıdır. Hesab 4-1. Xəyyam birinci olsa da, hazırda Xəyyamın 10, Zamiqin isə 11 klipi var. Ümumi klip sayına görə cəmi bir klip fərqi ilə Zamiq bu raundun qalibi olur. Səhnədə süynilik o saatlarım bir üzə çıxır və süyni müğənnilər heç vaxt qabağa gedə bilmirlər. Mənim aləmimdə. Süyni deyirlər. Görünüşcə, əgər həyat yoldaşım kimi Zamiqi bəyənərəm. Xəyyam qıvırcıqlarla qəşəng görsənir, onu heç vaxt düzləşdirməsə yaxşı olar. Küçədən 100 dənə adam saxlasız, 100-ü də elə mən dediyimi deyəcək, Zamiq zövqlüdür. Wow, seks simvol. Zamiq seks simvoldur da. O Uçluq mahnısı ilə ümumiyyətlə hamıya açıq aydın, belə abartılmış şəkildə göstərdi ki, o seks simvoldur. Xəyyam mənim zövqümdə deyil. Mən demirəm ki, Xəyyam səhnəyə yararlı deyil. Yox, prosta ikisi də əgər müqayisə götürəndə, təbii ki, mən fikirləşəm ki, Xəyyam, Zamiq Xəyyamdan daha yaraşıqlıdır. Hesab 4-2. İfaçılıq sənətinə gəldiyi ilk gündən Xəyyam Vaqif Gəraizədədən dərs alaraq repertuarına onun bəstələrini daxil edir.
Zamiq də yerində dayanmır və Teymur Əmrahdan vokal dərsləri alır. Estrada dərslərini isə öz dediyi kimi ifaçılıq sənətinə və toy biznesinə daxil olmaq üçün ona ən yüksək tramplini yaradan xalq artisti Brilliant Dadaşov olub. Məktəb deyəndə sən oxumağı öyrənərsən, kimisə dinləyə-dinləyə də. Mütləq deyil ki, kimsə səni oturtursun qabağında, başlasın sənə dərs keçməyə, nəyisə öyrənməyə. Özünüz də şahid olmuşsunuz ki, Vaqif Qərazadın bütün tələbələri həm deyərdim ki, əli ayağı yüngüldür, həm də ki, həqiqətən də məktəb sayıram, hesab edirəm. Eləcə də Brilliant xanım Dadaşovanım. Vaqif müəllimin Xəyyamın formalaşmasında çox böyük rolu var. Vaqif Qərayzadə məktəbi deyəndə böyük bir məktəb yada düşür və əgər Xəyyam bu məktəbdən dərs alıbsa və bugün bu cür oxuyursa, deməli ən pis şairdir. Aynə Mir Məmmədli olsun, Faiq Cəcinov olsun və yaxud da digər müğənnilər, bəstəkarların yanında caman müğənnilər gələndə onlara çox vaxtı deyilirlər ki, onlardan da başqa digər bəstəkarlar var, pedaqoqlar var ki, oturun Brilliantı dinləyin. Mənə elə gəlir ki, düzgün addım atıb. Çünki Brilliant xanımın sənətini sevirdi, bildiyim qədərilə Zamiq. Və onun yolunu keçmək, yəni Brilliant xanımın məktəbini keçmək, Zamiqi alqışlayıram bu cəhətdə. Zamiqin desək ki, Brilliant xanımın yanında olmaq, ümumiyyətlə mən fikirləşirəm ki, Azərbaycan şou biznesində çox müğənnilər Brilliant xanımın ifasının təsiri altında böyüyüb gəlib müğənni olublar, oxumağı öyrəniblər. Beləcə Xəyyam ilk solo albomunu 2002-ci ildə Yerusalim adı altında çıxardır. Zamiq isə Uçluq adlı ilk albomunu 2006-cı ildə hazırlayır. Zamiqin səsi Xəyyamın səsindən güclüdür. Məncə Zamiq daha çox gür səsə malikdir, nəinki Xəyyam. Xəyyamın məsələn, indiki hal-hazırki dövrdə üstün, son illərdə çox irəliləyib. Hesab 5-2. Yaradıcılıqları dövründə hər iki müğənninin cəmi 4 solo albomu var və deməli, bu dəfə həriyə bir xal düşür. Mənə elə gəlir ki, Zamiq daha çox metroseksualdır, nəinki Xəyyam. Zamiq cəlbedicidir, gözəldir. Çox xanımlar, ümumiyyətlə, Zamiqi çox sevirlər. O, gənc nəsillərin arasında onların fikrincə seks simvolu olan bir müğənnidir. Xəyyam da ki, şirindir də. Bu insana baxanda elə adam baxmaq istəyir. Bir illıq təbəssüm var, qəşəng. Adama ləzzət edir. Biraz gözləri xoşlamıram. Görünüşcə Zamiq zövqlü görsənir. Seks simvol olaraq heç bir məni ehtiraslandırmır. Hesab 6-3. Amma bu yarışda Xəyyamın cəmi 2 Tünzalə Ağayeva və Aygün Kazımova ilə dueti yer alıb. Zamiqin isə duet ortaqları Natavan Həbibi, Sevda Yəhyeyeva, Röya Ayxan, Tünzalə Ağayeva, Çingiz Mustafayev və aldığımız məlumata görə bu günlərdə Brilliant Dadaşova da olacaq. Biraz da puxtələşmək, biraz da populyarlaşmaq üçün populyar simalarla duet həyata keçirirlər. Xəyyamın xoşum gəlir ki, Xəyyamda ona deyilən iradlara, nüanslara qulaq asır və əməl edir və ona maraqlı ideya təqdim eləyəndə bu kontaktda çox yaxşı gedir. Plastilin kimidir, dəyişməyə xoşlayır. Hansı ki, müğənni daha çox tanınır, ona daha çox yaxınlaşırlar ki, duet oxumağa çalışsınlar. Çünki mahnı tutmaya bilər, amma müğənniyə görə mahnı sevilə bilər. Kənardan bu belə görünür ki, Zamiq biraz da populyarlaşmaq üçün, gündəmdə qalmaq üçün Röyəyə yaxınlıq bildirib və onunla bərabər həm duet ifa eləyib, həm də konsertlər verib. Zamiqin Röyə ilə olan duetini dinləmişəm, türk mahnısına. Çox da bəyənmişəm. Yəni, o mahnıda müğənnidən istifadə eləməsi yox, sadəcə olaraq sənət yoldaşı kimi, yəni onların bir-birinin səsini bəyənib, oğlan-qız dueti kimi qiymətləndirirəm. Buna belə ad vermək olar ki, bu yaradıcılıq istifadəsidir. Bəzən istifadəçilik olur, deyərdim ki, 90% istifadəçilik olur. Yerdə qalan 10% də ola bilər ki, həmin insanlardan biri tanınır, biri elə də çox tanınmır, amma səsləri və onları seçilən mahnı uyğun gəlir. Hesab 6-4.
Gənc olsalar da, solo konsert vermək vaxtları yetişən bu müğənnilərin konsert aktivinə diqqət yetirək. Xəyyam İstidir adlı ilk solo konsertini 2009-cu ildə Quba şəhərinin əsas stadionunda, Zamiq isə bir il sonra Sən Necə Də Gözəlsən adlı solo konsertlə paytaxtda Yaşıl Teatrda çıxış edib. Bundan başqa Xəyyam ABŞ-da və İsraildə konsert proqramları ilə çıxış edib. Hal-hazırda hər iki sənətçimiz Xəyyam da Zamiq də konsert verməlidir mən elə gəlir. Artıq vaxtı çatıb. Çünki nə vaxtdandır mən konsert görmürəm onlardan. Zamiq 2 il bundan əvvəl Yaşıl Teatrda konsert verdi. Çox uğurlu bir konsert oldu. Hamı gəlmişdi, iştirak eləmişdi. Çox maraqlı, əziyyət çəkmişdilər və yaxşı da alınmışdı. Hansı şou biznes nümayəndəsini dindirirsən, dindir. Onların hamısının yekdil bir fikri pul qazanmaqdır, gəlir əldə eləməkdir. Və mənə elə gəlir ki, bugün səhnədə olan əksəriyyət müğənnilər, hamısına aid deyil ha, əksəriyyət müğənnilər toy üçün çalışır. Tək mən yox, bütün müğənnilərimizin borcudur ki, Azərbaycanı tək Azərbaycanda yox, ümumiyyətlə xaricdə dəvət gələndə, təklif gələndə gərək heç kim yatmasın. Zamiqlə Xəyyamın verdiyi konsertlər sadəcə gəncləri bir araya toplayıb, əyləndirmək məqsədi daşıyıb. Mənə elə gəlir ki, hələ ki, hər iki gəncin solo konsert verməyə ehtiyacı yoxdur. Yəni, möhtəşəm saraylarda konsert verməyə ehtiyacları yoxdur. Ən azından onlar uduza bilərlər. Yəni, bir qrup gənci ora toplamaqla nə zalı doldurmaq mümkündür, nə də tamaşaçı rəğbəti qazanmaq mümkündür. Hesab 7-4. Solo konsertlə kifayətlənməyən Zamiq elə həmin il Röya Ayaxanla Bahəm Doğma Diyar adlı böyük konsert proqramı ilə Azərbaycanı diyar-diyar gəzərək öz mahnılarını təqdim edir. Məncə Zamiqin xitmaları daha çoxdur. Çünki Zamiq ard-arda, yəni sənətə gələn ard-arda elə xitlər buraxdı. Zamiqin mahnıları daha populyardır. Çünki ən azı elə bir dənə Sən Necə Də Gözəlsən həmin mahnı ifa olunanda birinci növbədə Zamiq yada düşür. Etiraf eləyək ki, Xəyyam deyəndə hansı mahnı yada düşür? Sən Necə Də Gözəlsən. Ümumiyyətlə, toy müğənnilərdən, toydan söhbət açdıqdan mən bilirəm ki, çox vaxtı olub ki, məsələn, bu mahnı çıxan vaxtı Zamiqi çox toylar istəyirdilər ki, ümumiyyətlə gəlsin, ilk bu mahnını oxusun. Amma indi deyərdim ki, fasilə elibdir Zamiq. Son illərdə əgər götürsə müəyyən bir tarazlıq var. Məsələn, mən fikirləşirdim ki, Zamiqin hit mahnılarını hesablayırdım yolda gələndə, Xəyyamın hit mahnılarını hesablayırdım. Mənə gəlir ki, müəyyən bir tarazlıq var orada. Xəyyamın cəmi 2 dənə mahnısını yadımda saxlamışam. Daha doğrusu bir mahnısı. Deyəsən Bum Bumdur, hə? Bum Bum. Xəyyam isə bu il dekabrın 1-i ölkənin əsas səhnəsində, yəni Heydər Əliyev sarayında Solo adlı möhtəşəm konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Bu konsertdən sonra Xəyyam haqqında müəyyən bir onun konserti, onun bir müğənni konsert verən bir müğənni kimi müəyyən bir fikir söyləmək olacaq. Hələlik isə hesab 7-5. Xəyyam 2010-cu ildə ölkənin ən böyük musiqi müsabiqəsi sayılan Eurovision milli seçim turlarında iştirak edir. Azərbaycanın Eurovision 2011-də təmsil etmək arzusu ilə yaşayan müğənni təəssüflər olsun ki, finala çıxa bilmir. Zamiqin aktivində isə heç bir müsabiqənin adı yoxdur. Eurovision müsahibəsində, əgər müsabiqəsində fikirləşirəm ki, Zamiq getsə daha məqsədə uyğun olar. Hər iki müğənni, istər Zamiq, istərsə də Xəyyam bizi Eurovisionda təmsil eləsə, hər hansı bir ölkədə inanıram ki, axırdan nə bilim, ikinci, üçüncü yerləri tutmuş ola bilərik. Heç birində belə deyimsə ki, güclü aktyor məharəti, aktyor hissi, aktyor bacarığını görməmişəm. Son nəticədə nailiyyət əldə etməsə də, cəsarətinə görə Xəyyam daha bir xal əldə edir. Hesab 8-5. Bir çox gənc qızların sevimlisi olan Zamiq subaylığın daşını atmaq qərarını verir və 2009-cu ilin dekabrında Nigar adlı bir xanımla evlənir. Amma cəmi 6 ay sonra bu evlilik boşanma ilə sona çatır. İndiyədək sevənlərin ayrılıq səbəbi müğənni tərəfindən gizli saxlanılır. Bu məsələnin ətrafında müxtəlif şayiə və söz-söhbətlər gəzsə də, Zamiq heç vaxt bu haqda açıqlama vermir. Zamiq bu haqda danışmayıb.
Danışanda da ötəri danışıb, belə ümumi şeylər danışıb ki, xasiyyətimiz düz gəlmədi, belə səpkili şeylər danışıb, belə dərinliyə getmədən. Zamiqin öz işidir. Evlənir, boşanır, bir də evlənir, bir də boşanır, bir də evlənir, bir də boşanır, bir də evlənir, bir də boşanır. Yəni, onun borcu deyil ki, şəxsi həyatını abartsın və hesabat versin ki, mən niyə görə boşanmışım. Şəxsi həyatı ilk başdan gizlətməlidir. Əgər bunu açıbsa, yəni tamaşaçılar, mətbuat qarşısına çıxıbsa, bu toy. Yəni, əgər toy görüblərsə, ayrılmağını da bilməlidirlər məncə səbəbini. Şad, yaxşı bir hadisədir. Bununla bağlı bölüşəndə səni istəyənlər də sevinir. Şad günündə elə bil ki, hamı ilə bir yerdə olursan. Amma boşanmağa qalanda burada çoxlu suallar ortaya çıxır və bu sualların cavablanması hardasa kişi tərəfindən çox belə düzgün deyil. Yəqin ki, bir 10 ildən sonra o da dəbə düşəcək ki, evlənməyi reklam elədiyimiz kimi boşanmanı da reklam eləyəcəyik. Ümumiyyətlə, kişinin qadın haqqında danışması, onu kütləvi informasiya vasitələrinin gündəminə gətirmək kişiyə yaraşan bir hərəkət deyil. Evlilik, bəli, karyeraya, yaradıcılığa mane olur. Ola bilər ki, İnsan özündən asılıdır, karyeranda, eləcə də evliliyi də bir yerdə yürüdə bilər, tüklə demişkən. Amma ki, ləngimə olur. Ya ailə güclü olmalıdır, karyera zəifliyir, ya da ki, karyera güclü olanda, ailə yaddan çıxanda ailə zəifliyir. Xəyyam isə hələlik ailəli olmayıb. O hesab edir ki, kişi bir dəfə və əbədi ailə qurar. Xəyyamın biraz öz stili var, amma mən o stili bəyənmirəm. Yəni, güllü köynəklər cinslə. Belə öz zövqümdə deyil. Mənə gəlir ki, Xəyyamı elə olduğu kimi seviblər. onun da heç dəyişməyə hardasa da ehtiyacı yox. Geyimindən baxanda Zamiq daha stilini geyinir. Hesab 8-6. Toy demişkən, hər iki müğənni mahir toy ifaçıları kimi də məşhurdular. Amma qiymətlər də fərqlidir. Xəyyam bütün toyu 5000-ə, Zamiq isə 7000 manata aparır. Hər iki müğənni kifayət qədər xarizmatikdir. Zamiqlə olmuşam, kütləni ələ ala bilir. Eləcə də ümumi musiqiçilərlə, özü ilə, həm də bek vokallarla bir yerdə çox gözəl toy aparır. Zamiqim toylarda, yəni Brilliant Dadaşova ilə bir yerdə olan vaxtda da o yadımdadır ki, yəni toyda maraqlı xalq mahnıları ifa eləyirdi. Hazırda Zamiqi toylarda yarım saatlıq görürəm, 2-3 mahnı oxuyur, çıxıb gedir. Elə Xəyyam da onun kimi, yəni yarım saatlıq gəlirlər, 3-4 dənə mahnı oxuyurlar, çıxırlar, gedirlər. Yəni performans deyəndə siz nəyi nəzərdə tutursunuz? Mənim toyum olsa, yəni ki, ikisi də oxuyacaq. Aparmalı toyu heç biri. Çoxlu pulum olsa da, mən nə Zamiqi, nə də ki Xəyyamı çağırmaram gəlsinlər, mənim üçün toy aparsınlar. Toyumu, əgər ikisi arasında qalaramsa, Xəyyam aparsın. Hesab 8-7. Beləliklə, verdikt vermək məqamı 7. Müsabiqələrdə iştirak edib, ali musiqi təhsili var. İlk klip və konsertlərə imza atıb və beləliklə, bu qarşıdurmanın qalibi Xəyyam Nisanov. Ürəyim get, ağlım dur deyir, nələr istəyir. Bir bax gözlərimə gör nə söyləyir. Sənsiz qalmaq mümkün deyil, bu mümkün deyil. Sevgim səni gözləyir. Ürəyim get, ağlım dur deyir, nələr istəyir. Bir bax gözlərimə gör nə söyləyir. Sənsiz qalmaq mümkün deyil, bu mümkün deyil. Sevgim səni gözləyir. Ürəyim get, ağlım dur deyir, nələr istəyir. Bir bax gözlərimə gör nə söyləyir. Sənsiz qalmaq mümkün deyil, bu mümkün
mümkün değil. Sevgim səni gözləyir. Bu zəifdən doyur.